Qaranlıq düşüncə çəkilərsən otağına. İsti qucaq olar otağının bir küncü. Dirənib divara sığınarsan boşluğa. Səsin çıxmaz. Əldə qələm, parça vərəq. Bir-iki cümlə yazmağa başlayarsan və elə bir yoxluq qaparar ki sən həyatdan. Əldə qələmin qırılar. Cümlələr düyünlənər boğazında. Gözlərindən yanağına süzüldükcə yaşlar, həmin andan ağrıların başlar. Kapanar gözlər qaranlığa, bərk-bərk sarılarsan gecəyə. Bir də səni səhərlərin yalanlarını tərk edib getməsin deyə. Sonra ağrılar artar, kimsəsizliyin ki ağır gələr çiyinlərinə. Çökərsən gecəyə. Pəncərə önündən gözləyərsən gəlişini. Bir musiqi seçərsən, oxumağa başlayarsan. Sancılar çoxaldıqca yüksələr səsin. Fərqinə varmadan musiqi bitər. Amma sən oxuyarsan. Gözləyən insan əlildir. Kardır gözləyən biri. Çünki o sadəcə gözlədiyinin səsini eşidir. Onun səsi isə səssizlikdir. Gözləyən biri laldır. Susar, söyləməz kimi gözlədiyini. İçində hiss edər varlığını. Gözləyən biri kördür. Yalnız gözlədiyi bir işıqdır. Bir ümiddir ona. Gözləyən biri əlildir. Keçməz pəncərə önündən qırağa. Göz yaşı sıralı baxsa belə əlləri yetməz silməyə. Gözləyən biri ölüdür. Gözlədiyi ruh olar ona. Ruhsuz bədən cəsəddir. Gözləyən biri yalnızdır. Paylaşmaz özünü gözlədiyindən başqasıyla. Günlər, aylar, hətta illər keçsə belə gözlər, yalnız gözlədiyini gözlər. Ürək qəbul etməz bir başqasını. Xəyal qurmaz heç zaman bir başqasıyla. Oturub pəncərə önündən heç sıxılmadan, bezmədən səhərə qədər gözlər. Bugün gəlmədi, bəlkə sabah gələr deyə. Sabah olar, gəlməz. Amma o yeni gözlər. Bəlkə bir sabah gəldi həsrətliyi. Gözlədiyinin varlığını hiss edər. Ruhunu, qoxusunu, səsini duyar, amma görməz. Toxuna bilməz. Darıxdım desəm, həm də çox. Ağırdı desəm, çox acı verir desəm. İçim paramparçadır desəm, darmadağındır desəm. Susduqca boğuluram, bu gecə danışım, amma sən məni dinləmə desəm. Qal yanımda, getmə desəm. Sənə dair xəyallarım, arzularım var desəm. Sən olmasan olmaz, mütləq gəlməlisən desəm. Sənə deyəcək o qədər cümlələrim var ki, kaş mən danışsam da sən heç dinləməsən.